Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden ketiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahumma salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke hamidun mecid. Bugünkü mevzu geçendeki mevzunun davamıdır. Mevzumuzun adı da bundan ibaret idi ki, yani ümumiyyətlə Əhl-i Sünnə və Cəmaə müxalif olan bütün firqələrdən oturmaq, onlarla mübahisə etmək, nə bilim, onlarla bu kimi yaxınlıq etmək, yəni Əhl-i Sünnə və Cəmaə tərəfindən bəyənilən əməllərdən sayılmır. Çünki ola bilsin ki, sən ona yaxşı dostluq elə bilərsən, amma ki o öz əqidəsini, öz mənhəcini, öz bidətini sən müəyyən qədər dolayısıyla yolla sənə çatdırsın. Və sən də özün əqidəndə, etiqadına möhkəm olmasan və ondan verəcək hər bir məlumatı qəbul edəcəksən, yaxşıya və ya səhvə doğruya baxmadan, beləliklə sən də onlardan olacaqsan. Ona görə Allah Teala nə deyir ki, yəni o fitnəkarlar, bidət əhli və s. onlar başqa bir söhbət açıncaq, siz o məclisi tərk etdi, hətta sizi başqa fitnələrə salmasın. Yəni, əvvəlki mövzuda keçdik ki, Əhl-i Sünnə və Cəmaə alimləri, uləmalar hamısı bidət əhli ilə, onlarla həm söhbət olmaqla, onlarla oturub durmaqdan və s. kimi bu kimi əməllərdən çəkindiriblər. Hətta sənin dinin əmin qalsın, yəni salamat qalsın, diqqətli olun. Aydındır. Burada, bugünkü mövzumuzda elə buradan başlayaq. Mus'ab ibn Sa'd bin Əbi Vaqqas rahimehullah və radiyallahu an əbihi. O da Mus'ab ibn Sa'd, atası Sa'd ibn Əbi Vaqqasdan rivayet edir ki, Sa'd ibn Əbi Vaqqas oğlu Mus'ab'a deyir ki, ya buneyyə, la tucalis meftunan fe innehu la yuxti'uke minhu ihda xisleteyn. Deyir ki, evladım, yəni fitnələr düşmüş kimsələrdir, oturub durma. Yəni bidət əhli oturub durma. Çünki o, yəni onunla oturub dursan, sənə deyir, iki xislətdən birisini sənə yönəldəcəkdir. Yəni özündə olan iki xislətdən birisini, iki xasiyyətə, o ikisindən birisi sənə yönəldəcəkdir. Onlardan birisi ki, ya səni dinində azdıracaq və ya da ki, sənin qəlbinə şübhələr salacaq. Bunun üçüncüsü yoxdur. Yəni, əgər görsən ki, bir bidət əhlidir, elə xoşa gəlməz dinində, elmində və yaxud da ki, əqidəsinə mütəməkkin bir kimsə deyil, insanlar şübhə atan bir kimsədir və bidət olaraqdan, bidət yaymaqla tanınan bir kimsədir, dərhal ondan məclisindən uzaq durursan. Hətta dünyalıq söhbət olsa belə, dinin naminə uzaq durursan. Əks halda, dünya deyib sənə dinindən bəhs edər də, söhbət açar və sənə şübhələr atar, şübhələrə qarşı qoya bilməzsən. Aydındır. Yəni, bizdə belə deyək də, hər hansı bir bidət əhli sənə birbaşa öz bidətlərindən söhbət açmaz da. Ümumiyyətlə, insanları birinci nə eləyirsən? Birinci şirinləşdirirsən, birinci belə ümumi ətrafından danışırsan və sonra da əgər o ağıllı kimsədirsə, özü sən hiss eləmədən o söhbət əsnasında öz müxalif fikirlərini sənə yeridəcək. Və sən də bundan əslində xəbərin yoxdur, bilmirsən. Yəni, müxalif fikirləri, əks fikirləri bilmədiyinə görə onları haqqımı qəbul edəcəksən. Artıq o qəlbinə, o şübhələr sənin qəlbində belə bir yer tutduqdan sonra yəni, onu çatmaq çətin olur. Aydın? Yəni, ona görə deyirlər ki, yəni, etiqad etməzdən əvvəl soruş. Etiqad edib soruşsan, artıq onu dəyişmək olmur. Etiqad da yəni, bir məsələ sənin qəlbinin bağlanması, ona düyün vurmağın özündə. Artıq düyün vurulduqdan sonra açılmır da. Aydın ki, soruşmaq lazım. Ümumiyyətlə də bidət əhli ilə nə eşitmək olmaz, nə də onlarla qulaq asma olmaz. Yəni, sonra gələn başqa bir rivayətdə qalə Əbu Qiləbə və kənə min fuqahə zəvul əlbəb. Əbu Qiləbə kimlərdən idi? Müdrik və ziyalı alimlərdən sayılırdı. Əbu Qiləbə. Nə deyir? Deyir ki, lə tucəlisu əhləl əhvə. Bidət əhli ilə oturub durmayın. Bidət əhli oturub durmayın. Və la tucadiluhum. Nədir ki, onlar dedim, mübahisə etməyin. Və inni lə əmənu ən yəğmisəkum fi dalalətin. Deyir ki, mən deyir, onları sizi
aldatmayacaqlarından deyir, əmin deyiləm. Yəni sizi azdıracaqlar. Öz bidət fikirlərinə müəyyən yollarla bugün olmasa da sabah, sabah olmasa da nə vaxtsa bir gün səni öz bidətinə dəvət eləyəcəklər. Əv yuləbbis aleyyə sizi, yəni ya deyir ki, onların sizi aldatmayacağından əmin deyiləm və yaxud da ki, əvvəlcədən sənin bildiyin, mütəməkkin olduğun məsələ barəsində sizə şək, yəni ona batildir, onu qeydirməyəcəyinə deyir, əmin deyiləm. Ona görə oturma. Aydın, bu alimlərin fətvaları, yəni alimlərin sözləri idi. Lakin bizdən nə edirik? Bidət əhlinə bir baxım abına nə olur, nə görsə, nə danışır. Ki, hamı bundan danışır. Deyə qulaq asırıq. Sonra da qalırıq ortalıqda ki, şübhələr içərisində sahibindən azmış dəvə kimi sahib yiyəmizi axtarırıq. Amma onda da gec olur da. Artıq azmısan da. Arada bir qıraqda gəzən sözlərə alimlərin, yəni əhl-i-sünn alimlərin sözlərini dinləyib, eşidib əməl etmək lazım. Ona ki, bidət əhliyə qulaq asma. Hər nə olur olsun. Hər hansı bir rütbəyə çatsın. Danışığı gözəl olsun. Və yaxud ki, yəni aboneliyi çox olsun. Paylaşımları çox olsun. Aydın, bizdə daha çox o şeylə aldanırlar. Aydın da, amma həqiqətən də elədir. Yəni bir şey batil olsa onların ətbaları daha çox olur. Onun ətbaları daha çox olur. Çünki hamı xeyrə yönələ bilmir də. Şeyxlərdən birisi bunu misal olaraqdan çəkir deyir. Şeyx Fovzan Həfizahullah misal çəkir. Alimi dünya. Yəni dünya üzərində Əhl-i-Sünnə və Cəmaətin alimlərindən sayılır. Deyir ki, 2 gün əvvəl deyir Şeyx Salih Fovzan muhadərə verdi. Həmən ki o danışdı və onu da YouTube-a indirdilər, yəni yüklədilər videonu. Şimdi bir gün keçdi deyir. Yəni uzağa olan 1000 nəfər, 2000 nəfər baxıb olmaz idi. Amma ki deyir 2 gün əvvəl, 1 gün əvvəldir bir dənə mahnı endirildi. Onu deyir neçə milyonlarla adam baxdı. Aydın olsun ki bu alim, nə olsun ki onun ətbaları çoxdur. Yəni çoxluq və yaxud da ki insanlar içərisində onun sevilməsi, sayılması, gözəl bəlağətli olması onun haqq dediyi anlamına gəlmir. Aydın da, ya onu heç vaxt unutmayın. Yəni peyğəmbərlər də ilk risalələrindən ta axıra qədər, yəni hamının başı üzərində olub, yəni ilk risalə ilə gəldikdə gəl otur stolun başında Qureyşlər elə deməyiblər ki ona. Nə əziyyətlər, nə çabalar, nə mübarizələr yaşayıb. Baxsan ki ona tabi olan kimsələr də yəni az bir kimsələr olur. Aydındır. Ona görə yəni insanın dinini qorunması, dininin qeyrətini çəkməsi başqa şeylərin qeyrətindən daha üstün olmalıdır. Ki dinimə xələl gəlməsin, dinimə zərər gəlməsin, etiqadıma ləkə gəlməsin. Çünki etiqadına müxalif bir fikirlərin daxil olması səni ibadətlərdən ləzzət duymamağa gətirib çıxardır. Məsəl üçün, adi sən məsələn bilirdin ki, indi məsəl üçün adi firqələr yayılır. Hamısı YouTube-da danışır, hamısı söz sahibidir, mikrofon sahibidir. Özün bildiyin məsəl üçün, Qurana əvvəl bilirdin ki, Allahın kəlamıdır. Sünnədə bilirdin ki, Peyğəmbərimizin səhi kəlamıdır. Və insanlar çıxdı, insanlar bunlarda şübhəyə salınmağa başladılar. Və sən deyirsən ki, baxın, bu qədər danışırlar. Bunlar nə danışırlar görəsən? Sən o nə danışırlar sözü altında gedib onlara qulaq assan, sənin artıq qəlbinə şübhə düşür. Və sən öncə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin əvvəl bildiyin səhih hədislərə qarşı səndə ziddiyyət yaranır. Bu ziddiyyətdə sənin içində böyüyür. Bu böyüdükcə başqa yerlərə qanad açır. Başqa məsələlərdə səndə şək şübhə yaradır. Və bu şək şübhə də sənin imanın zəifləməsinə, ibadətlərdən, itaətlərdən, namazdan, Qurandan xuşu durmamalı, namazın xuşu durmamalı, ibadətlərə yönələ bilməməyinə gətirib çağırdır. Ona görə boş yerə alimlər demirlər ki, qardaş, oturma, getmə, qulaq asma və həl min müstəcibin, yəni hər onların sözlərinə qulaq asan var mı? Bəzən olmur da, qulaq asmırlar. Görəsən, nə danışır deyib, bəzən adam həvəs gəlir. Bir ənlə söhbətim olsun, söhbət açana mən də qulaq asım da, bidət əhlinə, Quranə mən də qulaq asım da, o xavaricdən mən də qulaq asım da deyib, belə. Və həmçə sonra gələn rəvayətdə Muhammed ibn Sirin kənə yara ənə hədil əyə nəzəl fi ashab-ül əhva. Muhammed ibn Sirin tabinlərdən, böyük ulamalardan olub, elmdə, zahidlikdə, varada hamısı tanınan bir kimsələrdən olub. Deyir ki, bu ayə
Və izə rəaytəl-ləzî yəxudun fi ayətin fə'a'rid anhum hatta yəxudu fi hadisin qeyrihi ayəsini bidət əhli barəsində nazil olduğunu demişdir. O da ki, ayələrimizi lağlağaya qoyanları gördüyün zaman onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir get. Aydın ola bilsin səni başqa bir söhbət açar, yenə səni dinində ləkələyər. Yəni şübhəyə salarlar. Ona görə ilk anda onları gördüyünüz söhbət açılar başqa bir bidətə, başqa bir fəsada başlamazdan əvvəl onlardan üz çevir. Allah nə deyir? Onlardan üz çevir. Necə ki bizə namaz qıl deyirsə, necə ki bizə malın varsa zəkatın ver deyirsə, necə ki başqa günahlardan uzaq ol deyirsə, həmçində bu əməli eynilikdə bizə əmr edir Allah Teala. Deyir ki, onlardan uzaq, fə'a'rid anhum, onlardan üz döndər, get. Ola bilsin ki, qulaq asma deməklə üz döndərmə, yəni üz döndər, arxana onu çevir, get, mənasını ver. Yəni ki, onlara heç məhəl qoyma, eşitmə, sanki onlardan deyilsən, onlardan olmamısan. Bu əmirdir. Allah Teala əmirlərə hamı vacibatı dəlalət edir, zərurət yaradır ki, vacibdir də, getməlisən arxasınca. Və bəzən biz nə edirik? O namaz vacibdir, o zəkat vacibdir, həc, Ramazan, orucu və s. Elə bir ki, ancaq o imanın, İslamın vacibatları bunlardır. Yox, elə bidət əhlindən çəkinilməsinin özü elə Allah Teala'nın şəriətdə qoyduğu vacibatlardan sayılır. Adın Allah Teala'nın əmirləri arasında biz fərq qoya bilmək. Necə ki, məsəl üçün günahlar arasında biz fərq qoya bilmirik. İnsan ki, günahlar arasında, kiçiklə böyük arasındakı günahları axtarır. Bu böyükdür. Bu nə o ya? Bu kiçikdir, işte olmaz. Və həmçində ki, bu sünnədir, sünnədir. İşte olmaz. Fərz deyir ki, sünnədir deyirsən. Uca nə deyirsən? Boşluq bıraxsan, olmaz. İstər kiçik günahın olsun, istər böyük günahın olsun. İstər bir qurtum olsun, istər bir bakal olsun, eynidir o günah. Aydındır. Sonda kimə asi olsan? Yəni kiçik günahda filan kəsə, böyük günahda Allaha asi olmuşsa ki, eynisində Allah'a asi olsan. Aydındır. Yəni bu ayə deyir ki, burada İbn Sirin, Muhammed İbn Sirin bu bidət əhli barəsində nazil olmuş ayədir ki, ayələrimizi lağlağaya qoyanları gördüyünüz zaman onlar başqa söhbətə keçənə qədər onlardan üz döndər deyir Allah Teala. Əl-Ən'am surəsinin 68-ci ayəsində. Sonra gələn rəvayətə an Əbi Cəvzə. Əbu Cəvzə kimdir? Əvs ibn Abdullah ibn Xalid el-Rubai el-Zəhranil el-Əzdil Basri. Hicri təqviminin 83-cü ilə dünyasını dəyişmiş böyük alimlərdən sayılır. Sahabəli bir neçə sahabələrdən rəvayət etmiş mötəbər siqa ravilərdən sayılır. Fi dar hadihi qiradetun və xanadirun ahabbu ilay min an yujavirani racul min ahli al-ahwa. Deyir ki, mənim evimdə və ya evimin ətrafında azğın insanlardan birisi olmasındansa, bidət əhlilərindən evimin ətrafında qonşularımın bidət əhli olmasındansa, qonşularım deyir, meymunlar, donuzlar olması mənim üçün daha sevimlidir. Aydındır. Və həmçinin bu ayəni oxuyur. Və laqad daxalu fi hadihil ayə. O bidət əhli bu ayə daxil. Ya eyyuhellezine amanu, iman gətirənlər, la təttəqdu bidanata min dunikum la ya'lunakum xabalan vaddu ma anittum qad badatil baghda'u min afwahihim və ma tukhfi sudurhum akbar. Deyə Allah Teala burada ayədə buyurdu ki, ey iman gətirənlər, sizlərdən olmayanlarını özünüzə sirdaş tutmayın. Yəni sizinlə eyni əqidədə olmayan, eyni həmfikirdə olan kimsələrlə onları özünüzə sirdaş, dost tutmayın. Yəni oturub durduğunuz kimsələr olmasın, girib çıxdığınız kimsələr olmasın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər. Sizin sıxıntılara düşməyinizi istəyərlər. Düşmənçilikləri onların azğınlıqlarından qaynaqlanır. Onların düşmənçilikləri sizə qarşı danışdıqlarından qaynaqlanır. Yəni onların sizə qarşı danışdıqları və ya onların ağzından çıxdığı sözlərdən bilinir ki, onlar sizə qarşı düşmənçilik. Lakin onların içərisində gizlətdiyi sizə qarşı olan kini-küdrəti daha böyükdür. Aydındır, Allah Teala bunu Əl-İmran surəsinin 118-ci ayəsində buyurdu. Bu rivayətlər hamısı, əsərlərin hamısı səhih olaraqdan rivayət olunur. Və həmçinin Mücahiddən rivayət olunur ki, Ənəhu qalə, mə ədir əyyü ni'məteyni ə'zəmə aleyyə. Mən bilmirəm ki, bu iki nemətdən hamısı mənim üçün daha üstündür. Birincisi, ən hədəni iləl-İslam, məni Allah Teala məni İslam'a hidayət etməsimi
və ya xüsusda ki, məni bu nəfsi istəklərdən, bu bidət əhlindən uzaqlaşdırması mı? Bilmirəm, hansı daha üstündür? İslamda olmağım mı, yoxsa məni bidət əhlindən uzaq etməsi mi? Aydındır. Bu əsər də məqbul sayılır. Və həmçində başqa bir rivayətdə Əbil Aliyə deyir ki, qalə mə ədri əyyü ni'mətin ə'zamu aleyyə. Mən də bilmirəmdir ki, bu iki nemətdən hansı mənim üçün daha böyükdür? Ni'mətun ən'amhə aleyyə fəənqədəni bihə minəşşirk. Allah Teala mənə verdiyi nemət ki, onunla məni şirk əhlindən uzaqlaşdırdı. Bu, yoxsa məni xavariclərdən uzaqlaşdırdığı neməti mi? Bilmirəm, hansı mənim üçün daha üstündür. Şirkdən uzaq etməsi mi, yoxsa məni xavariclərdən etməməsi mi? Bu əsərdə səhih olaraqdan rivayət olunur. Və həmçinin qalə Məlik ibn Ənəs Mə əyətün fi kitabil əşəddu alə əhlil əhvə min hədihil əyə. Bidət əhli İmam Məlik rahiməhullah deyir ki, bidət əhlinə bu ayədən daha ağır gələn bir ayə yoxdur. Bunlar əvvəlki dərsimizdə dedik, bu ayə daha çox xavariclərə nisbət olunur. Deyir ki, Allah Teala yevmə təbiyyəddu vucuhum və təsvəddu vucuh. O gün bəzi üzlər ağaracaq və bəzi üzlər qaralacaq. فَأَمَّا الَّذ۪ينَ اسْوَدَّتْ وُجُوهُمْ اَكَفَرْتُمْ بَعْدِ اِيمَانِكُمْ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ. Üzləri qaralan kimsə gəldikdə isə onlar iman gətirdikdən sonra küfrə düşən kimsələrdir. Elə isə əzabı dadın, yəni küfrünüzə görə bir əzabı dadın deyə Allah Teala buyurdu. Və qalə Məlik fəəyyü kələmin əbi min hədi. Yəni onlar barəsində Allah Teala'nın bu sözündən daha bəyanı geniş olan hansı ayə var? Qalə İbnül Qasim, qalə li Məlik. İbnül Qasim deyir ki, mənə Məlik rahiməhullah dedi ki, İnnə hədil əyə li əhlil qiblə. Yəni bu qiblə əhlinə olan kimsələr aid olan ayədir. Yəni kafirlərə aid deyil də. Yəni əsli kafirlərə aid olan deyil. Qiblə əhlindən olan azğın firqələrə aiddir. Həmçinin qalə Səhnun və kənə İbn-i Qanim yəqulu fi kərahiyyəti məcə əhlil əhva. Səhnun rahiməhullah deyir ki, İbn-i Qanim deyir ki, o bidət əhli ilə oturmağı, onlarla dostluq etməyi məkruh görərdi. Məkruh sayardı, yəni bəyənməzdi. Ərəeytə in əhədəkum qa'adə ilə səriqin fi kummihi bida'atun əmə kənə yəhtərzu bihə minhu xavfə ən yənələ fi. Misal çəkir. Deyir ki, sizdən birisi əl qucağında pulu parası olaraq və ya bir malı olduğu halda hansı biriniz gedib bir oğru kimsənin yanında oturar ki, onun malından oğramasın, onu əl atıb götürməsin. Həmçinin deyir ki, beləliklə sizin dininiz qoruyub saxladığınız, mühafizə etdiyiniz o maldan daha üstündür ki, onu qoruyasınız. Hatta başqaları bidət əhli ora şübhələr, şəklər, riddələr salmasın. Aydındır. Bu əsər də səhih olaraqdan rivayət olunur. Axırıncı olaraqdan və qalə Səhnun və qalə Əşhəb. Həmin Səhnun deyir ki, Əşhəb və rahiməhullah deyir ki, Suilə Məlik anəl qədəriyyə. Əşhəb deyir ki, Məlik rahiməhullahdan qədərilər barəsindən soruşulur. Fəqələ qavmun su. Onlar pis bir cəmaatdır, pis bir qövmdür. Fələ tücəlisuhum. Onlarla bərabər oturmayın. Və lə tusalli xalfəhum. Və lə yusalli xalfəhum. Deyir, onların arxasında namaz qılınmazmı? Deyir ki, bəli, onların arxasında namaz qılınmaz. Deyə burada mövzumuza son qoyuruq. Allah subhanahu wa ta'ala bizləri bu kimi mövzulardan eşitib faydalanmağa nəsib etsin. İnşallah gələn dərsimizdə isə bəbun fi istitabəti əhlil əhvə və ixtilafi fi əhlil ilmi fi təkfirihim. Bidət əhli olan kimsələrin tövbəyə dəvət olunması və onların kafir görülüb görülməsinin ixtilafı barəsində sonuncu mövzumuzdur. Allah Teala bizləri xeyirlə müvəffəq etsin və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.